göstərir? Dəyişəni modul işarəsi daxilində olan tənliklərə modullu tənliklər deyilir. Birinci biz bu modullu tənlik anlayışından modulun tərifinə görə bilirik ki, məsələn, modulu 3 olan neçə dənə ədəd var? 2 dənə ədəd. Yəni, bu tənliyin 2 kökü var. Ya 3-dür, ya da mənfi 3-dür. Yəni, modulu 3 olan 2 dənə ədəd var. Ona görə bu tənliyin 2 kökü var. Modulda x bərabər 0. Bu tənliyin neçə kökü var? 1 dənə. Hansı ədəddir? 0. Çünki modulu 0-a bərabər olan ədəd 1 dənə 0-dır. Bəs yaxşı, modulda x bərabər mənfi 4. Belə bir şey yoxdur, bu tənliyin kökü yoxdur. Yəni, elə bir ədəd yoxdur ki, bunu ödəsin. Bəli, ona görə deyirik ki, bu tənliyin həlli və ya başqa sözlə kökü yoxdur. Modullu tənliklərin əsasında bunlar dayanır. İndi bunlar biraz mürəkkəbləşir. Yəni, məsələn, modulda 2x minus 5 bərabərdir 3. Bu tənliyi həll etmək üçün bir dəfə yazırıq 2x minus 5 bərabərdir mənfi 3. Bir dəfə də yazırıq 2x minus 5 bərabərdir 3. Çünki bayaqkına görə bilirik ki, modulu 3-ə bərabər olduğu üçün ya bunun qiyməti mənfi 3-ə bərabərdir, ya da bunun qiyməti 3-ə bərabərdir. 2 dənə tənlik çıxdı bizim üçün. Keçirdik 5-i o tərəfə. 2x bərabər 2, x bərabərdir 1. Buradan isə 2x bərabərdir 5 də gəl 3, 8, x bərabərdir 4. Aydın oldu bu tənlik necə həll olundu və niyə belə həll olundu? Amma məsələn, tutaq ki, belə bir misaldır. Modulda 5x minus 1 bərabər 0. Biz başa düşürük ki, modulu 0 olan bir dənə ədəd var, o da nədir? 0. Yəni, bunun gərək 5x minus 1-in qiyməti 0 olsun. Onda belə çıxır ki, 5x bərabərdir 1, x də bərabərdir 1-i 5-ə böldüm, 0,2. Modulda 3x plus 7 bərabərdir mənfi 2. Bu tənliyə baxan kimi deyirik ki, bu tənliyin həlli yoxdur. Çünki modulu mənfi 2 olan ədəd yoxdur. Ona görə biz bu tənliyi həll edə bilmirik. Sonra biraz işi qəlizləşdirək. Modulda 2x minus 1 bərabərdir x üstə gəl 5. Yəni, çöldə də dəyişən varsa. Bu tip tənlikləri necə həll edirik? Bu tənliyi həll etmək üçün biz modulu açmalıyıq. Modulda açanda modulun tərifini yada salsaq, biz deyirdik ki, a böyük bərabər 0 olarsa, modulda a-dan a, yəni özü, a mənfi ədəd olarsa, modulda a-dan əksi çıxır. Düzdürmü? Ona görə bu sualı işləmək üçün biz şərt veririk. Bir dəfə yazırıq ki, 2x minus 1 kiçikdir 0 olarsa, yəni mənfi ədəd olarsa, ola bilər də. Mənfi ədəddirsə oradan onun modulu nəyə bərabərdir? Əksinə, yəni ya mənfi 2x plus 1 yazırsan, ya 1-2x yazırsan, fərqi yoxdur. Bərabər olur x plus 5-ə. Keçirtdik x-ləri bir tərəfə, x olmayanları digər tərəfə. Mənfi 3x bərabərdir 4, x də bərabərdir mənfi 4 bölünsün 3. İndi, burada dayanaq. Bu ədəd bu şərti ödəyirmi, ödəmirmi? Ona baxmaq lazımdır. Biz aparıb mənfi 1,3-1-i 2-yə vursaq, eləcək mənfi 3,8, oradan da 1 çıxanda mənfi 3,1. Yəni, mənfi ədəd alınır bunun qiyməti. Deməli, bu tənliyi ödəyir. Məsələn, keçək ikinci hala, məsələn, yəni ikinci hala, davamından danışıram. Bu dəfə isə götürürəm ki, 2x minus 1 müsbət ədəd olarsa. Bu müsbət ədəd olarsa, modulu nəyə bərabərdir? Burada olarsa. İmtahanda da bunu həlli tələb olan sualda düşdü, açıq aydın yazmalısınız. Deməli, qoysaq yerinə derim, yəni açsaq, alındı belə bir tənlik. Məlumlar bir tərəfə, məchullar digər tərəfə, x bərabərdir 6. 6-nı burada yerinə qoysaq, müsbət ədəd alınır, yəni 0-dan böyük olur cavab, olur. Ona görə bu sualın cavabı mənfi 3-də 4 və 6-dır. Burada hər zaman tapdığımız ədədlər tənliyi ödəməyəcək. İndiki ödədik, bir dənə başqa misal yazıram, görərsiniz ki, nə baş verir.
belə bir misaldır. Yenə mən bu misalı həll etmək üçün bir dəfə deyirəm ki, x minus 4 sıfırdan kiçik olarsa. Bu sıfırdan kiçik olarsa modulu nəyə bərabərdir? 4 minus x-ə. Yazdım. X-lər bir tərəfə, ədədlər digər tərəfə. Mənfi 3x bərabərdir, mənfi 11. X də bərabərdir 11 bölü 3. 11 bölü 3 nə deməkdir? 3-dan 3-də 1. 3-dan 3-də 1-dən 4 çıxanda mənfi ədəd eləyir. İşte 2. 3-dan 3-də 2-dən 4 çıxanda mənfi ədəd eləyir. Eləyir. Deməli, bu tənliyi ödəyir. İndi bir dənə baxaq, davamına. X minus 4 böyük bərabərdir 0 olarsa yazdıq. Yəni, modulun içindəki müsbət ədəd olarsa. Müsbət ədəd olarsa moduldan nə çıxır? Özü. Yazdıq özünü. X-ləri keçirdik bir tərəfə, X olmayanları digər tərəfə. Mənfi X bərabər mənfi 3, X bərabər 3. Razıyıq? 3-dən 4 sana müsbət eləyir? Eləmir. Ona görə belə ədədlərə deyirlər kənar kök. Kənar kök, yəni tənliyi ödəməyən kök. Və bu sualın cavabı olur sadəcə 3-dan 3-də 2. Bunu götürmürük. Çünki baxın, aparıb yerinə də qoysaz, misalın özündə, 3 çıx 4 neyinir? Mənfi 1. Burada problemi yoxdur. Modulun içi mənfi ola bilər. Amma 2-ni 3-ə vurub 7 çıxanda mənfi 1-dir. Yəni onda belə bir şey çıxır. Mənfi 1-in modulu bərabər mənfi 1. Belə bir şey var? Yox. Ona görə bu ədəd tənliyi ödəmədiyi üçün buna deyirlər kənar kök. Yəni, bu da eyni cür sual idi. Burada ikisi də ödədi. Burada biri ödədi, biri ödəmədi. Elə sual olur ki, ikisi də ödəmir. Onda tənliyin həlli yoxdur yazılır cavabda. Çünki tapdığımız ədədlərin ikisi də kənar kök ola bilər. Bu suallarla bağlı qaranlıq qalan məqamlar bu sual necə işlədik? Yəni, bu şərtlər indi 9-cu sinifdə keçərsiniz, siz bunları keçməmişsiniz. Modulu tənliklər bölməsi olacaq. Bunlar 9-a aiddir bu hissəsi. Sonra bir də hər iki tərəfdə modul olan suallar olur. Məsələn, modulda 2x plus 3 bərabərdir modulda x minus 6. Tutaq ki, belə bir sual var. Bunu necə həll edirlər? Bu tənliyi həll eləməyin belə edirlər. Bir dəfə hər ikisini olduğu kimi yazırlar. Burada şərt zad qoymurlar. Hər ikisini olduğu kimi çıxardırlar. Bir dəfədə bir tərəfi olduğu kimi, bir tərəfi əksinə, hansın olduğu kimi, hansın əksinə çıxartmağınızın heç bir fərqi yoxdur. Yazdım belə. Yəni, bir tərəfə hər ikisinin olduğu kimi, bir dəfə birini olduğu kimi, birini əksinə. İndi kimdəsə şübhə olar ki, müəllim, bəs niyə biz ikisini də mənfi çıxartmır? Göstərim ki, ikisini də əksinə, yəni mənfilərini əksinə də tuturam. Çıxardanda da birinci aldığımızın eynisini alacaq. Niyə? Baxın, belə bir şey deyirəm. A bərabər B-dirsə, mənfi A da mənfi B-yə bərabərdir. Yəni, hər tərəf mənfi buranda inşi olur da. Yəni, ona görə biz hər ikisini əksinə çıxardanda, elə birinci yazdığımızı gördük. Yəni, hər iki tərəfi olduğu kimi atmaqla, hər iki tərəfi əksinə atmaq eyni mənaya gəlib çıxır. Ona görə yazmırlar. Və yaxud, mən burada birinci tərəfi olduğu kimi çıxartmışdım, indi sizə tərsini göstərim. Birinci tərəfi əksinə yazıram, ikinci tərəfi olduğu kimi. Mən nəyi səhv yazdım? Bunu keçiləndə səhv yazmışam, deyirəm nəyi səhv yazmışam. Baxın, eyni şey olur. Yəni, ona görə bu tənliyi həll edən zaman bir dəfə hər iki tərəfi olduğu kimi çıxardırsınız, bir dəfə birini olduğu kimi, birini əksinə. Heç bir fərqi yoxdur ki, hansı tərəfi olduğu kimi yazmışsınız, hansı tərəfi əksinə. Eyni nəticələri əldə edərsiniz. İkisinin də mənfi yazsa olar. Yəni, eyni nəticədə. Hə, yazaq deyirsən. Birinciyə yazmaq olar.
Kim ikisini də müsbət çıxartmağa qoyub, mənfi çıxartacaq ikisini də? Yəni, niyə öz vəziyyət verirsən? Bir dəfə ikisində olduğu kimi yaz, bir dəfə bir tərəfi olduğu kimi, bir tərəfi əksinə. Aydın mı? Ən yaxşısı budur. Yəni, gördüyünüz kimi 3 tip suallar gördük. Bir, bu tip sadə suallar. Yəni, bunu olsa aşağı sinifdən bəri tətbiq eləməyə bacarırıq. Bir sonra gəldi modulun çölündə də dəyişən olan tip suallar. Burada diqqətli oluruq. Bu misallarda kənar kök olur. Bunlarda kənar kök olmur. Bu sadələrdə kənar kök söhbəti yoxdur. Bu tiplərdə kənar kök olur. Bunlarda da yenə, bunlarda da kənar kök söhbəti yoxdur. Çünki hər iki tərəf modulun içində olduğu üçün heç bir problemlə qarşılaşmır. Bir də biraz belə formasını göstərim. Tutaq ki, ax kvadratı üstə gəlinsin, b vurulsun, modul x plus c bərabər 0 şəklində olanlar. Belə bir misallar görə bilərik biz. Bu tip sualları həll eləyəndə də modulda x bərabərdir t əvəzləməsi eləyirlər. Modulda x-ə t deyəndə, baxın, biz bunu hər tərəfin kvadratı yüksəlsək nə olur? X-in kvadratı bərabərdir, t-nin kvadratı olur. Kvadratı yüksəlinin modul qüvvədən düşür. Ona görə burada bizdə belə bir tənlik alınır. at kvadratı üstə gəl bt üstə gəl c bərabərdir 0 tənliyi. Nümunə göstərəcəm, nədən söhbət gedir, necə həll eləməkdən söhbət gedir. Məsələn, belə bir sual görürük testdə. Bax, bundan danışıram. Yəni, A-mız 1-dir, B-miz mənfi, C-miz 5. Bu misalı həll eləmək üçün mən modulda x-ə bir t deyəcəm. Modulda x-ə t əvəzləməsi verəndən sonra olur t-nin kvadratı çıxılsın 6t üstə gəl 5 bərabər 0. Düzdürmü? İndi istər Viet teoremi edeyim, istər diskriminant edeyim, məqsəd, istər vurğulara ayırın. Məqsəd bunun köklərini tapmaqdır. Şifahi də tapa bilərsiniz, amma imtihanda məsləhətdir ki, ən azından heç olmasa bu Viet teoreminin şərtini yazıb, sonra kökü göstərəsiniz. Yəni, Viet teoreminə görə bu tənliyin kökləri hansı ədədlərdir? 1-dən 5-dir. Sən mənfi nə deyirdin? Kimsən də qaldı? Mənfi 6, müsbət 6. Bəli, yəni eminlə qarışdırma bunu. Emin başqadır. Biz emində bunu parçalayırıq deyənə bunun öz işarəsini saxlayırıq. Burada isə Viet teoremində köklərin cəmini tapacağımız üçün köklərin cəmi x-in, yəni ikinci ədəd sualının əksi götürülür. İndi, sual qutarmalı. Biz t-ni tapdıq. Biz nəyi tapmalıyıq? X-i. Çünki bizim dəyişənlər x-dir. Biz t nəyə demişik? Modulda x-ə. Ona görə bir dəfə modulda x-ə 1-ə bərabər edirik. Bu tənliyin neçə dənə kökü var? 2 dənə. Müsbət, mənfi 1. Bir dəfə də modulda x-i 5-ə bərabər edirik. Bu tənliyin neçə kökü var? 2 dənə kökü. Burada 4 dənə kök oldu. İndi bir dənə də nümunə yazıram. Ondan sonra bu misalda yekunlaşdıraq. X kvadratı minus 3 modulda x minus 10 bərabər 0. Yenə eyni tipdə bir sualdır. Modulda x bərabərdir t əvəzləməsi eləyirik. T'nin kvadratı çıxılsın 3t çıxılsın 10 bərabər 0. Viet teoreminə görə köklərin cəmi 3-dür. Köklərin hasili neçədir? Mənfi 10-dur. Hansı ədədlərdir? Necə? Bəli, 5 ilə mənfi 2-dir. Ona görə bir dəfə modulda x bərabərdir 5 yazıram. Buradan hansı ədədləri tapıram? Müsbət, mənfi 5 tapıram. Bir dəfə də modulda x bərabər mənfi 2 yazıram. Buradan nə tapıram? Heç nə tapa bilmirəm. Ona görə bu tənliyin 2 kökü olur. Mənfi 5 və müsbət 5. Aydın oldu. Bu olur modullu tənliklər. Kimin bunun barəsində, yəni bu dediklərin barəsində başa düşməli bir hissə qaldı. Buyur. Sən biraz çətin başa düşürsən, sualın qalır, qaranlıq məqam. Soruş. Bu olmasın, bundan qabaqçılar olsun. Bunu da eləyirik. Bir də, yəni burada eləyirik ki, işimizi asanlaşdıraq. Buna yeni dəyişən daxil etmə deyirlər. Məsələn, bayaqların bir misal var idi, elədik. Bunlardan da, mən orada gözümdən qaçıb gedibdi. Bax bunlar, bu tənliklərə bir kvadrat tənlikləri deyirlər və bu tənlikləri də həll eləmək üçün yenə biz işimizi sadələşdirmək üçün x kvadratda t dedik. Bu t məcburi deyil, t olmasın a denən, b denən, p denən. Əsasən t yazırlar, bu problemli bir şey deyil. Və biz buna bəyanlarında göstərdim. X kvadratda t deyəndə x üstü 4,
x kvadratının kvadratı olarak t kvadratına çevrilir ve bizim misal olur kvadrat tenlik. Ona göre. Yani mesela bayaq kimi bir numune olsa x üstü 4 çıxılsın 10x kvadratı üstə gəl 9 bərabər 0. Mən bu tənliyi həll eləmək üçün x kvadratına bir t deyirəm. X kvadratına t dediyim zaman orada səbəblərini də göstərdim. Bu olur t kvadratı çıxılsın 10t üstə gəl 9 bərabərdir 0. Bu kvadrat tənliyin köklərinin cəmi 10, köklərinin hasili 9 eləməlidir. Mən səhv yazdım. Düzdür, 1 ilə 9'muş. Elə bildim, səhv yazmışam. Bu oldu 1 ilə 9. Bu bizim köklər deyil. Çünki biz x axtarırıq. X'in kvadratı 1'dirsə, x bərabərdir, müsbət mənfi 1. X'in kvadratı 9'dursa, x bərabərdir, müsbət mənfi 3. Bu tənliyin 4 dənə kökü var. Ola bilərdi ki, bizdə t'nin biri müsbət, biri mənfi olardı. O bayaqki modullu misaldakı kimi. Onda məsələn, tutaq ki, t'nin biri mənfi 5'dir. Kvadratı mənfi 5 olan ədəd var? Yoxdur. Oradan tapmazdı. Amma biri müsbətsə oradan 2 kök tapa bilərdi. Yəni elə bir misal ola bilərdi. Bəli, olar. Məsələn, x, biz t'ni 5 tapmışıq. Onda x'in kvadratı 5'dirsə, x plus minus kök 5'dir. Sonra gəldik irrasional tənliklərə. İrrasional tənlik nədir? Dəyişənin kök işarəsi altında olan tənliklər. Burada dəyişən cüt dərəcənin kökünün altına ola bilər, mənfi kök, yəni tək dərəcənin kökdə ola bilər. Məsələn, ən primitivindən danışıram. Kök altda x bərabər 2. Bu tənliyi həll eləmək üçün hər tərəfi kökdən azad eləməliyik. Kökdən azad eləmək üçün kökün dərəcəsi nədirsə, həmin dərəcədən qüvvətə yüksəldirik. Kvadrat köksə hər tərəfi kvadrata yüksəltməlisən. Onda buradan x nəyə bərabər olur? 4'ə. Burada diqqət edilməli məqamın biri nədir? Kökün altı mənfi ola bilməz. Yəni, tapdığınız ədəd kökün altını mənfi edirsə, ona diqqət edilməlisiniz. O tənliyi ödəməyən kök. Yəni, kənar kök. Təbii ki, bu sadə sualda elə bir şey görməyəcəyik. Onu görəcəyimiz misallar olacaq. İndi ondan danışacağıq. Bəs yaxşı, kök altda x bərabər 0-dırsa, x nəyə bərabərdir? 0'a. Bunu da yenə izahından göstərək ki, həqiqətən 0'dır. Bəs kök altda x bərabər mənfi üstdürsə, x nəyə bərabərdir? 9'a, bəli. O məntiqlə gəlirsə 9, amma yoxdur. Kvadrat kökdən mənfi ədəd çıxmır. Burası yaddan çıxdı. Kökün altında yaza bilərsən, mənfi 9. 9. Kök altı 9'dan 3 çıxır. Mənfi çıxmır ki. Kvadrat kökün tərifinə görə nə kökün altı mənfi ola bilməz, nə kökdən cavab mənfi çıxa bilməz. Aydın mı? Ona görə bu suala baxanda o saat kvadrata yüksəltmirsən. Fikirləşirsən ki, kvadrat kökdən axı mənfi çıxa bilməz. Nəyə ki kvadrat? Cüt dərəcələrin heç birində mənfi çıxa bilməz. Ona görə bu tənliyin həlli yoxdur. Aydın mı? Səbəb də odur ki, cüt dərəcədən kökdən mənfi ədəd çıxmaz. Məsələn, tutaq ki, belə bir misal veribdir. 2x minus 1 bərabərdir 3. Mən bunu həll eləmək üçün hər tərəfi kvadrata yüksəltməliyəm. Burada kvadratla kök getdi. 2x minus 1 bərabər 9. 2x bərabərdir 10. X də bərabərdir 5. Düzdür? Və yaxud tutaq ki, yazıb ki, kökün altında 3x minus 6 bərabər 0. Buradan birbaşa da yaza bilərsiniz ki, deməli 3x minus 6 0'dır. Çünki hansı ədəddən kök alanda 0 eləyir? 0'dan. Alındı 3x bərabər 6, x də bərabərdir 2. Kökün altında 5x minus 1 bərabər mənfi 7. Nə yazırıq? 50 yoxdur yazırıq. Çünki kvadrat kökdən mənfi 7 çıxa bilməz. Aydın oldu. Ən çox kvadrat kök görürük, amma kub kökləri və s. də görə bilərik. Məsələn, kub kök altda 2x plus 1 bərabərdir 3. Burada kökün dərəcəsi 3 olduğu üçün kuba yüksəltməliyik. Yəni, hər tərəfi kuba yüksəldirik. Buradan alınır 2x plus 1 bərabər 27, 2x bərabər 26, x də bərabərdir 13.
Kub kökdən kvadrat kökdən fərqli olaraq mənfi cavab ola bilər. Çünki tək dərəcəli kökdən mənfi ədəd çıxar. Məsələn, x plus 4 bərabərdir belə yazılıdır. Biz burada bilirik ki, tək dərəcəli kök olduğu üçün kökün altında da, kökün xaricində də mənfi ədəd ola bilər. Hər tərəfi kuba yüksələn. Həll yoxdur, değil mi? Mənfi 8 olmadı. Niyə həll olmadı ki? Onlar tək dərəcəli kökün altında mənfi də yazıla bilər və onun cavabı mənfi də ola bilər. Mənfi 12-ni qoydum bura. Mənfi 12 üstə gəl 4. Mənfi 8. Mənfi 8-dən kub kökünə çıxır. Mənfi 2. Makas bunda niye mənfi olmaz? Ha? Bunda niye mənfi olmaz? Misalda hər yerə müsbət oldu yəni. Ədədlər elə qoyulmuşdu. Gərək mi? Öğrendim o da mənfi. Xeyr. Harada? Hə. Bunu mənfi düşüyor sənə. Başa düşdün qafa? 100%. Yəni demək istədiyim buydu. Sonra belə bir misal tutaq ki biz görürük. Kök altda x plus 4 bərabərdir x minus 2. Deməli, necə həll eləməliyik? Hər tərəfi təbii ki kvadrata yüksəltməliyik ki, misalı kökdən azad edək. Burada kvadratla kök getdi x plus 4. Burada isə müxtəsəri açırıq. İndi hamısını bir tərəfə keçirdirik. Mən bunları o tərəfə keçirdirəm. X kvadratı minus 4x plus 4'lər gedir getməyinə. Mən də bir dəfəli yazmadım. Bərabər 0. Bunları o tərəfə atdım. Oxşar hədlər. Yəni 4'lər islah getdi. X kvadratı minus 5x bərabər 0 aldıq. X'i çıxardırıq mötərizə xaricinə. X mənfi 0 ola bilər, bir də 5. Bəli, hasil o zaman 0 olur ki, vurğulardan heç olmazsa biri 0 olsun. X bərabər 0 və 5 alır. Diqqətli oluruq, kənar kök məsələsi. Çünki nə kvadrat kökün altında mənfi olmaz, nə də kvadrat kökdən mənfi ədəd çıxmaz. İndi yoxlayırıq. 0'ı bura qoysaq neyiniyir? 4. Problem yoxdur. Amma bura qoysaq mənfi 2. Yəni biz x-in yerinə 0'ı qoyanda baxın nə görürük? Kök altda 4 bərabər mənfi 2. Belə şey olar? Olmaz. Bu kənar köktür. Bu oldu kənar kök. 5'i yerinə qoysaz, bəli, 5'i yerinə qoysaz, bura 9 edir, bu tərəfdə 3 edir. Kök altda 9, 3 deməkdir. Ona görə də bu sualın cavabı olur 5. Yəni tənliyin kökü 5'dir. 2 dənə ola bilər də, həm 2 dənə ola bilər. Bunlarda demək olar ki, həmişə biri kənar kök olur əksər hallarda. Bu suallarda diqqətli olur. Yəni bunlarda kənar kök olmur. Yəni amma bu çöldə dəyişən varsa cüt dərəcə köklərdən aiddir. Tək dərəcələrdə problem yoxdur, çünki kökdən mənfi çıxa bilər. Yazandan sonra mütləq yoxlamalıyıq. Bəli, bunu mütləq yoxlamalısan. Sonra, deməli, Viet terminə aid bəzi misal tipləri yenə göstərim. Məsələləri gələn dəfə izah edəcəm, o hamısı bir yerə çox olur. Hə, bir də rasional tənliklər. Əslində biz rasional tənliyin rasional ifadələrdən bilirik. Rasional tənlik nədir? Rasional tənlik. Rasional ifadələrin daxil olduğu tənliklər rasional tənlik. Məsələn, adicə bu sual bir rasional tənlikdir. Çünki bu kəsr rasional ifadədir. Və biz bilirik ki, kəsrin qiyməti nə zaman 0 olur? Sürət 0 olanda. Bunu bərabər elədik 0-a, x bərabərdir mənfi 2-lə 1. Rasional tənliklərdə diqqət etməli olduğunuz məqam odur ki, məxrəc 0 ola bilməz. Yəni dəyişən 2-dən fərqli bir qiymət almalıdır. Tutaq ki, mən indi burada problem yaşamadım. Tapışam mənfi 2-lə 1, bu problem deyil. Amma məsələn, elə bir rasional ifadə yaza bilərik ki, məsələn, tapdığımız ədəd tənliyi ödəməz. Belə bir misal göstərirəm. X kvadratı üstə gəl 6 bölünsün x minus 1, 7x bölünsün x minus 1. Bu da rasional tənlik sayılır. Aydın mı? Burada necə eləyərik? Məxrəclər eynidir. Məxrəclər eynidirsə, onda sürətlər bərabər olmalıdır bir-birinə. Sürətləri bərabərləşdirdim. Hamısını keçirdirəm bir tərəfə.
İstər Viet teoremi ilə, istər diskriminantla həll edək. Köklərin cəmi etməlidir 7, hasili eləməlidir 6. Düzdürmü? Buradan hansı ədədlərdir tənliyin kökləri? 1 ilə 6. Düzdür? Amma problemimiz var. Biri aparıb yerinə qoyanda kəsirin məxrəci nə olur? 0. Ona görə biz bu suallara baxanda ilk öncə özümüz üçün qeydimizi aparmalıyıq ki, məxrəci 0-a çevirən ədədlər alına bilməz cavabda. Ona görə bu kənar kök sayılır, sualın cavabı 6 götürülür. Aydın mı? Bax, buna diqqət edirik. Rasional tənliklərdə buna diqqət edirik. Belə bir misal yazılıb tutaq ki, 3 çıxılsın 1 böl x-in üstü mənfi 1, 2-yə bərabərdir. Deyir, bunu həll edin. Biz bilirik ki, qüvvət dərsindən a üstü mənfi n nə deməkdir? 1 böl a üstü n. Sonra bir də bunu deyim, həmin dərsdən öyrəndiyimiz a böl b üstü mənfi n nəyə bərabərdir? b böl a-nın üstü n. Yəni, qüvvətdəki mənfini itirmək üçün mən sürətlə məxrəcin yerini dəyişməliyəm. Bunun üçün də bir dənə kəsr olmalıdır. Yəni, birinci bunu ortaq məxrəcə gətirirəm. Gətirdim ortaq məxrəcə. İndi yerini dəyişirəm. Vururuq çarpaz. X bərabərdir. 2 vurulsun 3x minus 1. Buradan davam edirəm. X bərabərdir 6x minus 2. X çıxılsın 6x mənfi 2. Mənfi 5x mənfi 2. X də bərabər 0,4. 0,4 problem yaratmır. Çünki bunun məxrəci 0 ola bilməz. Aydın mı? Bunu belə yaza bilərik. Amma bir də daha qısa yaza bilərik bəlkə. Bu da bir həll yoludur. Onu da göstərim. Biz onu dəyişmək yerinə mənfini bu birisinin üstünə atıb 2-də 1 yazardıq. Onun yerinə mənfini bu tərəfə. Onda mənfi 1 bölü x bərabərdir. 2-də 1 çıx 3. Mənfi 1 bölü x mənfi 2-də 5. X də bərabərdir 5-də 2. Hər ikisini tərsinə çevirdim. Yəni, bu da bir həll yoludur. Birinci kimi də eləyə bilərik, belə də həll eləyə bilərik. Sonra, Viet teoremi aid edilmiş bir iki dənə misal deyəcəm. Məsələn, bax, belə bir sual verib. Deyir ki, x kvadratı üstə gəl 5x, üstə gəlinsin 3p minus 11 bərabər 0. Deyir, p-nin hansı qiymətində bu tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Bu tənliyin kökləri qarşılıqlı tərs ədəddirsə, biz tərs ədədlər haqqında nə bilirik? Hasili 1 olur. Deməli, bu tənliyin kökləri qarşılıqlı tərs ədəddir deyilsə, hasil 1 olmalıdır. Viet teoreminə görə burada köklərin hasili nəyə bərabərdir? Sərbəst səddə. Sərbəst səddə budur. Yəni, yanında x olmayan hədd bizim üçün sərbəst səddir. Onda 3p bərabər 12, p də bərabər olur nə? 4-ə. Yəni, p 4 olmalıdır ki, bu tənliyin kökləri qarşılıqlı tərs ədədlər olsun. Və yaxud belə bir sual verir. M-in hansı qiymətində x kvadratı çıxılsın m, belə olsun, 2m minus 7 vurulsun x, üstə gəlinsin 3m minus 1 bərabər 0 tənliyinin kökləri qarşılıqlı əks ədədlər olar. Tənliyin kökləri qarşılıqlı əks ədəddirsə, cəmləri 0-dır. Bəli, biz bilirik ki, qarşılıqlı əks ədədlərin cəmi 0 olur. Viet teoreminə görə burada köklərin cəmi nəyə bərabərdir? 2m çıx 7-yə. Əksi olmalıdır. Onsuz da burada mənfi var deyən onu da nəzərə aldım. Bəli, 2m minus 7 0 olmalıdır. 2m 7 olmalıdır. M də 3/5 olmalıdır. Aydındır mı? Və yaxud belə bir misal verib. X kvadratı üstə gəlinsin, 2m minus 1 vurulsun x, üstə gəl m plus 4 bərabər 0 tənliyinin deyir ki, köklərinin cəmi hasilindən 3 dəfə böyükdür. 3 dəfə böyükdür. M-i tapın. Deyir, köklərin cəmi hasildən 3 dəfə böyükdür. Burada köklərin cəmi nəyə bərabərdir?
mənfi 2m üstəgəl 1-ə. Bunun əksi. Köklərin hasili nəyə bərabərdir? M üstəgəl 4-ə. İndi mənə deyir ki, köklərin cəmi hasildən 3 dəfə böyüdür. Mən bunu necə başa düşürəm? Bax, cəm bərabərdir hasilin 3 misli. Cəm hasildən 3 dəfə böyüdür. Yəni, mənfi 2m üstəgəl 1 bərabərdir buna. Mənfi 2m üstəgəl 1, 3m üstəgəl 12. Keçdi o tərəfə mənfi 5m bərabər müsbət 11. Bir dəfəli yazım. M də bərabərdir mənfi 2,2. Aydın oldu. Bax, bu tip suallar. Belə.